Hamıya salam. Bu gün mən münasibətlərdə qarşılıq haqqında danışmaq istəyərdim. Qarşılıq nədir və münasibətdə hansı rol oynayır? Əlbəttə ki, qarşılıq münasibətlərdə önəmdə gedən bir şeydir. Ən önəmli rolları oynayır. Niyə? Çünki qarşılıq olmayan münasibətin ömrü az olar və qarşılıq olmayan münasibət öz mənasını itirir. Hər hansısa bir münasibətdə istəyir sizin partnyorunuz olsun, tanış, biliş, qohum, dost, həmkar. Əgər bu münasibətlərdə qarşılıq yoxdursa, siz səylər göstərirsinizsə, çalışırsınız yaxşı olsun deyə və digər tərəf əgər öz varlığınla kifayətlənirsə, əlbəttə ki, belə münasibətin ömrü az olar. Və bu halda gözləntilərimiz çox vaxtı bizi qane etmir. Biz çalışırıq zamana buraxaq, görək ola bilsin ki, zamanla qarşılıq görərik. Amma çox vaxtı belə bir şeylə üzləşmirik və qarşılıq görmürük. Və bu halda əlbəttə ki, ən yaxşı belə münasibətlərin dayandırmaq. Belə münasibətlərin davamlı olması insanı zəiflədir, tükədir, emosional partlayışlara səbəb olur və psixikanı pozur. Münasibətdə qarşılıq tələb etmək sizin haqqınızdır. Münasibətlərdə sevgi, qayğı, hörmət tələb etmək ya da istəmək bu zəiflik deyil. Bu səmiyyətdir, bu yetkinlikdir. Çünki həqiqi münasibət qarşılıq üzərində qurulur. Bu qədər. Sağlam olun, stressdən və həyəcandan uzaq olun.